Salam aleykum. Orta fosfat turşusu H3PO4'dür. Hansı iri molekulu birləşməmədə gətirmir? İzopren, təbii kauçuk əmələ gətirir. Fenol formaldehid qatıranı, formaldehid də həmçinin etilen glikoz lafsanına ki, burada D bəndi olacaq. Bu sualı deməli CO-la karbon N, H2N verib. Kütlə payı burada 75%'dir. Onda bu 25%'dir. Həmçinin burada deməli həcm payı, yəni mol payı 60%, onda bu da 40%. Ta ki bunlar bir yerdə newmol'dur. Newmol'un 60%, yəni 0,6 nüsü alkendir. Karbon N, H2N. Və kütlə payı da bu qarışıqda alkende 75%. 75% yazam 0,75 bərabər yuxarıda alkenin kütləsi 0,6 nü vurulsun 14'in. Aşağıda imomini. Əgər bu newmol'un 0,6 deməli newmol nüsü deməli C'nin H2N'dirsə 0,4 nüsü də CO-dur. Aşağıdan yazıram 0,6 nü vurulsun 14'in. Çünki aşağıda kütlələrin cəmini yazacağım. Üstə gələ 0,4 nü vurulsun 28'e. Buradan deməli 8,4 nü-n, bu nü-n bərabərdir 0,75'i vururam 0,6 nü vurulsun 14'inə görə neçə eləyir? Bu eləyir 6,3 nü-n və sonra 0,75'i buna vuracağıq. Görə bu neçə eləyir? Bu da 8,4 nü eləyir. Bu nü-n'dir, bu da nü-n. Ona görə çıxırıq 8,4 nü-n'dən 6,3 nü-n çıxanda 2,1 nü-n. O da buradan bərabər 8,4 nü. Nülər getdi ixtisara və 8,4'ü bölürəm deməli 2,1'ə. Bu n bərabərdir 4 eləyir. Yəni bu alkendir. İstəyirsən bu ten 1 yazsan, bu ten 2'yə dəxli yoxdur. Hibrid soruşur bizdən. Bunlar sp3'dür, 4. Bunlar deməli sp3'dür, 4. Bunlar sp2'dir, sp2'də 3 deməkdir. 6 üstə gəl 8. Doğru cavab burada 14 edəcək.